Bizim qrup və Azərbaycanlı həmkarlarımız İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəndə şəxsən məndə çox səmimi də qeyri-formal ünsiyyət təəssüratı yarandı. Eyni sözləri cənab Hikmət Hacıyevlə görüş barədə də deyə bilərəm. O bizimlə çox açıq davranırdı. Nümayəndə heyətimizlə ünsiyyət qurmaq və bu dialoqu aparmaq onun üçün həqiqətən maraqlı idi. Bunu Kaliberə müsahibəsində Sülh Körpüsü təşəbbüsünün Ermənistan nümayəndə heyətinin üzvü Sambel Meliksetyan deyib. Şübhəsiz ki, bu görüşün əhəmiyyəti ondan ibarət idi ki, sualları birbaşa vermək, ölkələrimiz arasında münasibətlərdə narahatlıq doğuran məsələlərlə bağlı cavablar almaq imkanı yarandı. Hesab edirəm ki, görüş doğrudan da çox dəyərli və faydalı oldu. Ümumilikdə isə istər ekspert qruplarının formatında, istərsə də rəsmi şəxslərlə belə etimadlı atmosferdə keçirilən hər bir görüş və hər bir təmas ümid və nikbinlik yaradır. Əlbəttə, qarşıda dialoq axtarışı və ortaq məxrəcə gəlmək baxımından hələ kifayət qədər çətinliklər olacaq. Lakin düşünürəm ki, əgər indiyədək illər boyu Erməni-Azərbaycan münaqişəsinin əsas təsir mexanizmləri Bakı və Yerevanın hüdudlarından kənardaydısa, indi qərarlar məhz iki paytaxtda qəbul olunur. Bu isə Ermənistan həm də Azərbaycan siyasətçiləri üçün tarixi şans və tarixi məsuliyyətdir, deyə Meliksetyan vurğulayıb.